Salam, xoş gördük sizləri, əziz müdavimlər. Əməli yazıların bir neçəsinin izahını vermişdim. Bugün yerdə qalanların izahını verəcəm, ikinci hissə. Deməli, başlayırıq aktdan. Akt. Latınca aktos sözündəndir, aktium sözündən olub, hadisə, hərəkət, cinayət işi deməkdir. Testlərdə düşür. MİQ imtahanında da əməli yazılar bilirik ki, düşür. Və akt məzmununa görə iki növü var. Daha doğrusu üç növü var, üzr istəyirəm. Var cinayət aktı, dövlət aktı, bir də bu və ya digər faktı açmaq üçün tərtib edilən akt. Bir də başlayırıq. Deməli, akt latın sözüdür. Bilirik ki, əməli yazıların əksəriyyəti ərəbdir. Məsələn, bax, ərizədir, izahatdır. Bax, amma akt isə latın dilindən alınan sözdür. Aktos sözündəndir, aktium sözündən olub, hadisə, hərəkət, cinayət işi deməkdir və məzmununa görə üç növ var. Cinayət aktı, dövlət aktı, bu və ya digər faktı açmaq üçün tərtib edilən akt. Mahiyyəti, hər hansı bir iş və ya hadisəni qanunləşdirib, ona hüquqi sənəd statusu verməkdir. Yəni, mahiyyəti nədir? Araşdırırıq bir hansısa bir hadisəni, qanunləşdiririk və ona hüquqi sənəd statusu veririk. Aktda. Hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur. Deməli, hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur və lazımi ali orqana təqdim olunur. Akt aşağıdakı ardıcıllıqla yazılır. Necə yazılır? Birinci, akt sözü vərəqin yuxarı hissəsində böyük hərflə akt yazılır. Akt sözünün altında il, ay, gün, aktın tərtib edildiyi yer göstərilir. Aktı tərtib edənlərin kim tərtib edibsə, onun vəzifəsi, soyadı, adı, atasının adı qeyd olunur. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır. Yoxlamanın müddəti, bax, testlərdə düşür. Həm rəqəmlə ola bilər, həm də sözlə ola bilər. Bəzən deyir ki, yalnız rəqəm və yaxud yalnız söz. Xeyr, həm rəqəm ola bilər, həm də söz ola bilər. Aktın sonunda nəticə verilir, məsuliyyət daşıyan şəxs göstərilir. Sonda aktın tərtib edənlər və onların imzaları olur. Və yəni o imzalarla təsdiqləyirlər. Deməli, ardıcıllıq bax 7 hissədən ibarət oldu. Necə oldu? Bir də başlayaq təkrar. Akt sözü vərəqin yuxarı hissəsində bax yazıldı. Və altında il, ay, gün aktın tərtib edildiyi yer göstərildi. Üçüncü, aktı tərtib edənlərin vəzifəsi, soyadı, atasının adı yazıldı. Amma imzaları sondadır. Üçüncü hissədə atası, vəzifəsi, soyadı, 7-də tərtib edənlərin imzası. Bax, bu adamların imzası 7-də, sonda olacaq. Dördüncü, yoxlanılan hadisə haqqında məlumat, özə dəqiq məlumat olmalıdır. Yoxlamanın müddəti həm rəqəmlə, həm də hərflə qeyd olunmalıdır. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilməlidir, sonunda imzalar olmalıdır. İndi baxaq, bax bir akta. Mingəçevir şəhəri. Biz aşağıda imza edənlər, deməli, dəftərxananın rəisi, makina bürosunun müdürü, bax, adları, familiyaları var. Bu aktı tərtib edirik ki, makinacı Aslanova 5 nömrəli dəftərxana mallarını mağazadan nağd hesabla aşağıdakı dəftərxana mallarını almışdır. Bax, onların qiyməti var. Daha doğrusu, bax, məsələn, makina lenti 13 mm-dir, ondan 20 ədəddir, 16 mm-dir, 30 ədəddir, sürət çıxarma kağızı 10 dəsdir və deməli, və 20 manat məbləğində qəvizlərin surətləri mərkəzləşdirilmiş mühasibata təhvil verilmişdir. Və alınmış dəftərxana malları makina bürosunun işçilərinə paylanmış və hesabdan silinməlidir. Deməli, bax, birincidə akt yazıldı, o aktda nə özü əksini tapıb, o yazıldı. Və sonra nə oldu? Bax, kimlər də o tərtib edilir? Dəftərxananın rəisi, adı, soyadı, atasının adı, makina bürosunun müdürü, makinaçılar, bax, hamısının adı, soyadı, bax, qeyd olunur. Aha, sonradan da biz, bax, buradan yazdıq akt, bax, sonra da onlar ardıcıllıqla, bax, burada qeyd edirik.
Və akt, və burada məsələn yazıb tutaq ki, Mingəçevir şəhəri, eləmi? Və bizə yazaq ki, məsələn Bakı şəhəri. Bakı şəhəri. Bu tərəfdən də, baxın sol tərəfdən yazıb tarixi. Məsələn, indi biz də yazaq tarixi. Məsələn, 2 iyul 2026-cı il. Tarixi yazdıq. Akt, tarix. Sonra bax, burada məzmunu. Məsələn, biz aşağıda imza edənlər kimlərdirsə, onların adı, soyadı, familiyası falan belə getdi. Sonra ən axırdan burada məzmunları, bax burada məzmunların hamısını yazdıq. Sonda nə var? Bax burada qeyd eləyə, bax tarix də burada yazıldı. Ünvan da yazıldı. Burada ünvan, burada tarix. İndi bax kimlər tərtib edib? Məsələn, dəftərxananın rəisidir. Makina bürosunun, məsələn, burada məsələn rəis, də hamısını yazmıram. Rəis, müdür, makinaçılar və onların adı, soyadı, familiyası. Bax, fikir verin, buradan da adı, soyadı, məsələn, Məmmədov yazaq. Məmmədov. Məsəl üçün. Bax, belə bu şəkildə akt tərtib olunur. Yəqin ki, sizin üçün aydın oldu. Akt deməli, latın sözüdür, aktos sözündəndir. Cinayət işi deməkdir. Hərəkət, hadisə deməkdir. Var cinayət aktı, var dövlət aktı, var bu və digər faktı açmaq üçün olan tərtib edilən akt. 7 dənə ardıcıllığı var. Vərəqin ortasına akt sözü yazılır. 2-ci il, ay, gün tərtib edildiyi yer göstərilir. Onların aktı tərtib edilənlərin vəzifəsi, soyad, atasının adı göstərilir. Sonra hadisə haqqında dəqiq məlumat verilir. Yoxlama müddəti həm rəqəmlə, həm sözdən qeyd olunur. Aktın sonunda nəticə və tərtib edənlərin imzası. Məncə aydın oldu. Keçək teleqrama. Teleqram da Yunan sözüdür. Bayaq ki, latın idi, teleqram Yunan sözüdür. Deməli, tele, uzaq, qramme, yazı söz birləşmələrindən yaranmışdır. Uzağa köçürmə mənasında da teleqram. Teleqram vasitəsilə müəyyən məlumat və müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır. Deməli, həm məlumat, həm də pul uzaq məsafəyə çatdırılır. Teleqramın 2 növü var. Məlumat almaq, yaxud məlumat vermək üçün hazırlanmış teleqram. Burada müəyyən məlumat öz əksini tapır. Bir də var pul köçürmələri üçün teleqram. Burada da pulun miqdarı öz əksini tapır. Deməli, teleqramın 2 növü oldu. Biri var məlumat almaq üçün, məlumat vermək üçün hazırlanmış teleqram. Bir də pul köçürmələri üçün. Teleqramın yazılış formasına baxaq indi. Birinci, şəxsin ünvanı, adı, soyadı dəqiq göstərilməlidir. Teleqramın məzmunu yığcam, aydın olmalıdır. Mətndə təhriflər, 2 mənalı sözlər, kobud ifadələr olmamalıdır. Rəqəmlər hərflərlə ifadə olunmalıdır. Aktda necə idi? Həm hərf var idi, həm rəqəm var idi. Amma teleqramda hərflərlə ifadə olunmalıdır. Bax, bu məqamı da diqqət edin. Teleqramın müxtəlif formaları var. Adi formalı teleqram. Bax, adi. Adi necədir? Bu da sözlərin miqdarı azdır. Adi teleqramda sözlərin miqdarı azdır. Təcili teleqramlarda burada vaxt məhduddur, təcili getməlidir, tez bir zamanda sahibinə çatdırılmalıdır. Bir də var xüsusi teleqramlar. Bu teleqramlar vuranların şəxsiyyət vəsiqəsi tələb olunur. Bax, testlərdə düşür ki, şəxsiyyət vəsiqəsi hansı teleqramda istifadə olunur? Təbii ki, xüsusi teleqramda. Ölüm haqqında məlumat verilən teleqramlarda həkim tərəfindən təsdiq olunmalı və həkimin adı, atasının adı, soyadı mütləq göstərilməlidir. Dövlətlər arası xüsusi teleqramlar da var ki, burada dövlət başçıları imzalayır. Deməli, teleqram Yunan sözüdür. Tele, uzaq, qramme yazı birləşmələrinin əmələ gəlmişdir. Uzağa köçürmə deməkdir. 2 növü var. Məlumat almaq üçün, bir də pul köçürmələri üçün. Teleqramın yazılış forması, şəxsin ünvanı, adı dəqiq göstərilir. Məzmunu yığcam, aydın olmalıdır. 2 mənalı təhriflər, kobud ifadələr olmamalıdır və rəqəmlər hərflərlə ifadə olunmalıdır. Teleqramın 3 forması var. Adi teleqramlar, adi formalı.
yazılan, adi formada yazılan. Burada sözlərin miqdarı azdır. Təcil teleqramlarda vaxt məhduddur, təcili çatmalıdır. Xüsusi teleqramlarda isə nədir? Şəxsiyyət vəsiqəsi tələb olunur. Hətta dövlətlər arası xüsusi teleqramlarda var ki, bunları da dövlət başçıları imzalayır. Baxaq indi, bax nümunəyə. Teleqram sözü ortadan yazıldı mı? Ünvan. Tovuz rayonu Quşçular kəndi, Təzəxan müəllim Sultanova sizi bayram münasibətilə təbrik edir. Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram. Çingiz Əlibəyli, keçmiş qrup yoldaşınız. Hardan yazılmışdı? Bu Bakıda. Aha, gəlin bax bizdə yazaq. Məsələn, yazaq Telegram. Telegram. Aha, yazaq məsələn Bakı şəhəri. Bakı şəhəri. Məsələn, Nizami rayonu. Nizami rayonu. Nazlı. Nazlı Sultanova. Məsələn. Sultanova. Aha, məsələn, indi bir təbrik yazar. Məsələn, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm məsələn. Təbrik edirəm. Məsələn. Aha, təbrik edirəm. Daha sonra burada yenə ünvan. Ünvan məsələn yazaq məsələn İsmayıllı rayonu. Yazaq İsmayıllı. İsmayıllı. Aha. Məsələn burada ad yazaq məsələn. Məsələn yazaq Rəvanə Ələkbərova. Məsələn keçmiş məsələn sinif yoldaşınız. Bu qədər. Bax, belə rahat. Deməli, teleqramı yazdı. Bakı şəhəri, Nizami rayonu, Nazlı Sultanovaya sizə ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Ünvanı yazırıq. Belə bu qədər rahat. Deməli, teleqramlar var. Adi formalı teleqramlar. Sonra hansılar oldu? Adi, təcili və xüsusi. Adi, təcili və xüsusi. Məncə aydın oldu sizə. Aha. Keçdik vəkalətnaməyə. Vəkalətnamə nədir? Qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. Deməli, qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. İdarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir. Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyatla deyil, müəyyən şəxsə də aid edilə bilər. Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətlər xüsusi formada mətbəədə hazırlanır. Deməli, təşkilatların bir-birinə verdiyi vəkalətnamənin fərqi nədədir? Onlar xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib olunur. Nədir? Vəkalətnamə kimə verilir? Onun adı, atasının adı, soyadı, vəzifəsi qeyd olunur. Vəkalətnaməni verən şəxs və təşkilat, onun adı, atasının adı, vəzifəsi, müəssisənin adı, yeri tam şəkildə göstərilməlidir. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu, vəkalətnamənin müddəti həm rəqəm, həm hərflə. Deməli, bu harada var idi? Aktda da var idi bu, həm rəqəm, həm hərf. Vəkalətnaməyə məsul olan şəxsin imzası, vəkalətnamənin verildiyi tarix və sonda vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi şəxsiyyət vəsiqəsinin verilmə tarixi. Baxaq indi. Deməli, vəkalətnamə yazdıq.
mən Şəki şəhəri 5 nömrəli orta məktəbi müəllimi Nəcibə Məlik qızı Quliyeva, sinif rəhbəri olduğum 9-cu sinifin nümayəndəsi Cəmilə Rahib qızı Əliyevaya adıma göndərilmiş kitabları Mərkəzi Post şöbəsinə almağa etibar edirəm. Deməli, bu müəllim Nəcibə müəllimə etibar edir ki, bu Cəmilə getsin kitabları post şöbəsinə almaq, ona etibar edir. Və Cəmilənin də şəxsiyyət vəsiqəsinə bax seriyasına fikir verin. Yazılır. İmza, bax sol tərəfdən imza 18 noyabr 2005-ci Nəcibə Quliyeva adı yazılır. İmzanı təsdiq edirəm. Bax məktəbin direktoru, möhür, imza. Bax fikir verin vəkalətnaməyə. Deməli bu şəkildə yazıldı. Ortada vəkalətnamə, kimə verilir, onun adı, atasının adı, alınan əşyanın miqdarı, o kimə etibar olunacaq, o şəxsin imzası, tarix. Və axırda da yenə də seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin verilmə tarixi. Bax, hamısı qeyd olunub. Bax, şəxsiyyət vəsiqəsinin verilmə tarixi. Məktəbin direktoru, möhür, imza. Bax, buna da diqqət edin. Bax, yenidən yazmıram, vaxt gedir deyə, yenidən yazmaq istəmirəm. Elan, keçək elana. Elan, əməli yazılın sadə formalarından biridir. Məzmununa, məqsədinə görə bir neçə forması var. Hansılardır? Anons var, reklam var, afişa var, bildiriş var. Və bunlar da hamısı elan xarakterlidir. Elan bu və digər məlumatı insanlara qabaqcadan çatdırmaqda təşkil edici missiya yerinə yetirir. Yəni elan odur ki, mən bir məlumatı qabaqcadan sizə, daha doğrusu yəni insanlara çatdırıram. Məlumat toplanılarkən aşağıdakılara diqqət etmək lazımdır. Məlumatın mahiyyəti, məzmunu aydın olmalıdır. Vaxtı dəqiq, saatı dəqiq göstərilməlidir. O keçiriləcək yer göstərilməlidir, o tədbir harada keçirilir. Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir və elanda bir və ya bir neçə məlumat da öz əksini tapa bilər. Yəni bir yox, bir neçə də ola bilər. Həm bir ola bilər, həm bir neçə. Elan. 2018-ci il may ayının 22-sində saat 12:00-da 10 nömrəli məktəbin akt zalında Məktəb Pedaqoji Şurasının iclası keçiriləcək. Elanı verdimi? İndi gündəlik. Yəni nələr olacaq? 2017-18-ci ildə tədris ilinin yekunları, təşkilati məsələlər, çıxışlar. Bax, gündəlikdə nə hansı məsələlər durur? Bax, onlar əks etdirir. Direktorluqda nə deyil? Tarixi qeyd olunur. Aha, elan bu şəkildə. Afişa. Afişa isə fransız sözüdür. Mənası tamaşa, konsert, idman yarışı haqqında divarlara vurulan elan deməkdir. Afişa fransız sözü olub. Tamaşa, konsert, idman yarışı haqqında divarlara vurulan elan deməkdir. Bax, fikir verək elana. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramovadan Respublika Stadionu 25 noyabr 2021-ci il. Bax, fikir verin tarixə. Futbol üzrə Respublika çempionatı Qarabağ, Azərbaycan, Omoniya, Kipr. Oyun başlayacaq saat 21:00-da. Biletlər satılır. Bax, afişa. Deməli, fransız sözü olub, tamaşa, konsert, idman yarışı, divarlara vurulan elan deməkdir. Bax, fikir verin, afişa bu şəkildə olur. Tarix yazılır, oyun saat neçədə başlanır, yəni oyun olmasın, konsert olsun, saat neçədə başlanır və biletlər satılır sözü yazılır. Aha, bildiriş. Bildirişdə necə olur? May ayının 10-da saat 10:00-da məktəbin iclas zalında şairlərdən Sabir Rüstəmxanlı, Ramiz Rövşən və Fikrət Qoca ilə görüş olacaq. Maraqlanan iştirak edə bilərlər. Bax, tarix, sol tərəfdə tarixi yazıram. Bax, bu kim ki təşkil eləyir, bax, o da bu tərəfdə sağda. Məktəb, şagird təşkilatı da sağda qeyd olunur. Anons da fransız sözdür. Deməli, afişa da fransız sözüdür, anons da fransız sözüdür. İkisi də. Kütləvi bildiriş deməkdir. Radio, televiziya və mətbuatda tamaşa, konsert, kinofilm haqqında əvvəlcədən verilən müxtəsər elan. Bu anons daha çox televizorda olur. Bilirsiniz də, deyir, məsələn, kinonun anonsu, hansısa verilişin anonsu. Televiziya, məsələn, televiziyanın Space kanalında abituriyent 2009 verilişinə fraqmentlər göstərilir və həmin verilişin efirə gedəcək gün saat deyilir. Məsələn, deyir ki, məsələn, ailələr, talilər verilişi olacaq, o vaxtı var idi belə bir veriliş. Saat 21, axşam saat 21:00-da və anons verilir ki, yəni belə bir veriliş saat neçədə baş tutacaq. Aha, reklam da latın sözü olub, bax, latın sözü hansı oldu? Aktos sözündən götürülən akta, latın sözüdür, reklamda. Mənası nədir? Qışqırmaq. Bu söz daşıdığı mənaya görə bir neçə anlamda işlədilir. Bir adama bir şeyə şöhrət qazandırmaq. Bax, televizorda görə nə qədər Coca-Cola reklamı, nə bilim, cürbəcür yeməklərin reklamı var.
deməli, bir şeyə şöhrət qazandırmaq, yaxud istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədi ilə görülən tədbirlər. İkinci, məşhurlaşdırmaq, kütləviləşdirmək üçün məlumat yaymadır. Bir də bir adam və ya şey haqqında məlumat verən, diqqəti cəlb edən elan, plakat. Reklam tərtib edən, reklam düzəldən şəxsə isə reklamçı deyilir. Reklam, baxın, tez və sərfəli və etibarlı. Pulunuzu Türkiyədən Azərbaycana köçürürük. Bir bank günü və pullar sizin hesabınızdadır. Müraciət edin. Hara? Ünvan Bakı şəhəri, Füzuli küçəsi 90, telefon nömrələri, əlaqə üçün telefon nömrələri. Yəni reklam, zaten televizorda görmüsünüz, bilirsiniz ki, reklam necə olur. Və bu dəqiqə dünyada reklamsız heç bir şey demək olar ki, önə çıxa bilmir. Reklam çox önəmlidir. Bugün nə isə göstərmək üçün, irəli getmək üçün reklam əsaslıdır. Ən çox da televiziyalarda, sosial şəbəkələrdə reklam yerləşdirilir. Anonsda, reklamda bunlar daha çox televiziyada olur. Aha, keçdi annotasiya. Annotasiya, bu da latın sözüdür. Annotamik sözündəndir. Qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın mənası kitab, jurnal, məqalə və əlyazmanın məzmununu, ideya, siyasi istiqamətini, məqsəd və əhəmiyyətini qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanı əsasən müəllif özü yazır. Deməli, əsasən müəllif özü yazır və məqsədini bir neçə cümlə şərh eləyir. Yəni, annotasiya daha çox kitablara yazılır da və nələr öz əksini tapmalıdır? Əvvəlcə kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi göstərilməlidir. Kitabda müəllifin adı və soyadı, kitabın nədən bəhs olunması, ideyası və nə məqsədə yazılması. Məsələn, abituriyentlər üçün nəzərdə tutulub, MİQ və sertifikasiya müəllimləri üçün nəzərdə tutulub. Onlar sonunda qeyd olunur. Məsələn, Məmmədov antropologiyanın əsasları, ali məktəb tələbələri üçün dərslik, Bakı Qanunu 2006 nəşriyyatın adıdır. 192 səhifədən ibarətdir. Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kəram Məmmədovun, Kəram yazıb, Kərəmdir yəqin ki, Kərəm Məmmədovun bir kitabı Azərbaycanda antropologiyaya həsr edilmiş ilk dərslikdir. Kitab tələbələr, araşdırıcılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Fikir verin, nəşriyyat qeyd olundu, neçə səhifədə o qeyd olundu, nədən bəhs olundu, ideyası nədir? Yəni, qısa məlumat necə deyərlər və müəllifin özü yazır annotasiyanı və məqsədini də qeyd edir ki, nə məqsədlə yazmışam? Abituriyent üçün, müəllim üçün, tələbə üçün hamısını qeyd edir. Aha. Demək olar ki, deyəsən bitiririk. Aha. Məktub. Məktublar deməli rəsmi işgüzar, ədəbi açıq növləri məlumdur. Məktublar iki vacib kateqoriyaya ayırırıq məktubları. Cavab tələb edənlər, bir də cavab tələb etməyənlər. Deməli, iki vacib kateqoriyası var məktubların. Cavab tələb edənlər, bir də cavab tələb etməyənlər. Məktub yazarkən aşağıdakı sistem gözlənilməlidir. Nələr? Bax, məktubun var müraciət hissəsi. Yazının bu hissəsində şəxsin adı, sənəti, hörmət əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir. Bəzi hallarda müraciət olunan şəxsin ad və soyadı ayrı-ayrı nəzakət ifadələrlə müşayiət olunur. Azərbaycan Respublikası, məsələn deyir, Azərbaycan Respublikasının baş naziri Rasim Həsənov cənablarına məktub bir neçə ünvana göndərilməli olduqda, bu zaman ünvan qeyd edildikdən sonra məktubun surətinin kimə göndərildiyi də əlavə edilir. Məsələn, göndərirəm mən bu məktubu Göyçən rayon icra hakimiyyətinə və yaxud göndərirəm Bakı şəhər icra hakimiyyətinə və yaxud göndərirəm İsmail rayon təhsil şöbəsinə və yaxud Bakı, məsələn, Şamaxı rayon təhsil şöbəsinə. Bax, bunlar. Sonra surəti. Göyçay şəhəri, Süleyman Rüstəm küçəsi, mənzil 45, Nüşabə Ramiz qızı Məmmədovaya. Məktubda əsas mətn iki hissədən də ibarət ola bilər. Məsələnin mahiyyəti və xahiş edilən mətləb, məktubun əsas mətni həm sadə, geniş cümlə şəklində, həm də mürəkkəb cümlə şəklində ola bilər. Deməli, həm sadə, geniş, həm mürəkkəb cümlə. Mürəkkəb cümlə şəklində olan variant Azərbaycan dili üçün daha münasib, daha səlis səslənir. Müraciət hissəsi məktubun başlığı sayılır. Belə başlıq əsasən əmr cümləsi şəklində qurulur. Aha, deməli, ümumi hissəyə baxırıq. Ümumi hissədə burada məktublaşan şəxslərin əhval-ruhiyyəsi, vəziyyəti öz əksini tapır. Ümumi hissədə nə var? Əhval-ruhiyyə, vəziyyət. Hörmətli dostum, necə istirahət edirsən deyir. Keyfin necədir? Arzum budur ki, həmişə gümrah və xoşbəxt olasan. Əziz bacım, yaz görüm dərsləri necə gedir. Ümumi hissədə məlumat alırsan. Necəsən, nə var, nə yox. Fərqləndirici hissədə isə
burada xarakterik əlamətlər öz əksini tapır. Yəni burada əsasən fərqləndirici hissədə mən əsasən nə demək istəyirəm? Bax odur. Məsələn, hörmətli müəllim, sizin təklif etdiyiniz kitablardan Fərman Kərimzadənin Çaldıran döyüşü, Sabir Rüstəmxanlının Ömür kitabı, Mahmudovun Kainat Gəmisi adlı əsərlərini oxumuşam. Onların hamısı xoşuma gəldi. Bax, fərqləndirdi. Ümumi hissədə soruşdu, necəsən, nə var, nə yox? Fərqləndirici hissədə dedi ki, bax, bunları oxumuşam, hamısı xoşuma gəldi. Yekunlaşdırır. Sonda nə edir? Deyir ki, hörmətli müəllim, sizi narahat etdiyim üçün üzr istəyirəm, sizə uğurlar arzulayıram. Hörmətli tələbəniz Günel Təbrizli. Yaxud əziz bacım, məktubu bitirirəm. Və yaxud əziz qardaşım, əziz dostum, səbirsizliklə gözləyirəm. Xudahafiz. Sevimli bacım filan kəs, sevimli dostum filan kəs və sonda da 15 Mart 2014-cü il tarix qeyd olunur. Deməli, müraciət hissəsi, ümumi hissə, fərqləndirici hissə və yekunlaşdırıcı hissə, sonda da tarix qeyd olunur. Aha, referat. Referat nə deməkdir? Referat deməli, bu da latın sözüdür. Məruzə etmək mənasını, məlumat vermək mənalarını ifadə edir. Referat əsasən bu mənalarda işlədilir. Həm elmi əsərin oxunuş, kitabın şifahi və yazılı qısa məzmunu xülasəsi və bir də ədibin yaradıcılığında və ya başqa məqsədlərin icmalına həsr olunmuş yığcam məruzə. Deməli, qısa məzmunu xülasəsi və yaxud yığcam məruzə. Referat incəsənət, elm, texnika və təsərrüfatın ən aktual problemlərlə əlaqədar olan məsələləri işıqlandırır və məktəb həyatının ciddi hadisələrini də əks etdirir. Məsələn, mühakimə xarakterli bu mövzularda referatlar ola bilər. Bədii ədəbiyyatda vətənpərvərliyin tərənnümü, sülh və müharibə, Azərbaycan mənim vətənimdir, Şəhidlər Xiyabanı ant yerimizdir və s. Referatda təkcə məzmununa diqqət yetirməklə kifayətlənməməliyik biz. Üslub, orfoqrafiya, durğu işarəsi səhvlərinə də yol verilməməlidir. Yəni, təkcə məzmun yox, üslub da, orfoqrafiya da, durğu işarəsi düzgün olmalıdır. Referatın yazılma forması belədir. Deməli, vərəqin əvvəlində referat sözü yazılır və altında mövzu qeyd olunur. Abzasdan referatın planı verilir, məzmun yazılır, sonunda referat müəllifinin adı, atasının adı və yaxud da tarix də qeyd olunur. Plansız da vermək olar, planlı da referatları. Bax, referat yazdım ortadan, mövzunu yazdım. Referat sözünü yazdım. Altında mövzu nədir? Bax, mövzu Gənc Təbiətçilər Muzeyi yazdım. Abzasdan o plan nədirsə, bax, Gənc Təbiətçilər Muzeyi 2 gürüşdən ibarətdir. Bitkilər adlanan birinci gürüşə 40 kvadrat kilometr sahəni əhatə edir. Burada 100-ə yaxın ən nadir tapılan gül növü vardır. Bax, bunları yazdım. Sonra onun deməli məzmununu yazdım, bitirdim. Sonda da neynədim? Bax, imza qoydum və tarix. İmza, tarix. Hər ikisi də sol tərəfdə. Bu da yəqin aydın oldu. Aha, qaldı cəmi bir mövzumuz, o da məruzə. Məruzə ilə bitiririk artıq. Aha. Məruzə. Məruzə ərəb sözüdür. Bu da yəni ərizə kimi, izahat kimi, bu da ərəb mənşəli sözdür. Və bir mövzu haqqında əvvəlcədən hazırlanan nitq anlamına gəlir. Yəni, əvvəlcədən hazırlanıram ki, mən məruzə edəcəm. Və məruzə müxtəlif işlərlə və mövzularla bağlı ola bilər. Görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi praktik konferanslarda məruzə. Deməli, görülmüş işlərin yekunu ilə bağlı məruzə, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə və elmi praktik konferanslarda məruzə. Məruzənin forması necə olmalıdır? Məruzənin adı, müəllifin adı, soyadı, təşkilatın adı, şəhər, ölkə, müəllifin elektron post ünvanları göstərilməlidir. Məruzə, giriş, əsas, nəticə olmaqla 3 hissəyə bölünür. Deməli, nə var məruzədə? Giriş, əsas, nəticə. Birinci giriş hissədə bəhs edilən məsələnin əhəmiyyətindən, aktuallığından danışılır. Qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Deməli, birinci hissədə nə var? Məsələnin əhəmiyyətinin aktuallığından danışılır. Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur və münasibət bildirilir. Sonda nəticədə araşdırmaya yekun vurulur və alınan nəticələrin elmi və yeniliyi, praktik dəyəri öz əksini tapır və müvafiq təkliflər söylənilir. Deməli, 3 hissədən ibarət oldu. Giriş, əsas və nəticə.
Girişdə məsələnin əhəmiyyəti, aktuallığından danışdıq. Əsasda işin məzmunundan danışdıq və sonda yenilik və praktik dəyəri öz əksini tapdı və burada təkliflər irəli sürüldü. Məruzənin yüksək səviyyədə hazırlanması üçün ilk növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhəddi, mövzuya aid ədəbiyyat müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzənin tərtib olunması ardıcıllığına baxaq. Məruzənin mövzusu seçim sərbəstdir. Qoyulan problem müəyyənləşdirilməsi, mövzuya aid ədəbiyyat, biblioqrafik məlumat, ədəbiyyat üzərində işləmək, məruzənin planını tutmaq və məruzəni hazırlamaq. Giriş, əsas, nəticə, məruzənin edilməsi, məruzənin müzakirəsi, son düzəliş, əlavələr, məruzəçinin müddəalar şəklində təkliflər. Baxaq indi, bax məruzəni yazdıq. Məruzənin adı Xədicə xanım və Şəhrabanı xanım orta əsr cəhalətinin qurbanları. Məruzəmin adı belədir. Bunu çıxış edəcəm. Məruzənin planı sonra gəlir. Giriş. Diaqnoz hekayəsi və Monsieur Jordan və Dərviş Məstərşah komediyası haqqında qısa məlumat. Girişdə bunlar haqqında qısa məlumat verdim. Əsas hissədə Xədicə xanım və Şəhrabanı xanım cəhalətin qurbanı olmuş qadınlardır. Bu haqda məlumat verirəm. Və nəticəyə gələndə mən onların orada geriliyin, hər iki əsərdə gerilik və cəhalətin ifşası ilə bağlı mövzular danışıram. Yəni məruzənin mətni nədən ibarətdir? Cövdət Atmacanın Diaqnoz hekayəsi və Mirzə Fətəli Axundzadənin Monsieur Jordan və Dərviş Məstərşah komediyası cəhalət içində yaşayan sadəlöv insanların həyatına əsr olunmuşdur. Və burada məzmunu var. Diaqnoz hekayəsində xəstə oğlunun sağalıb ayağa qalxması üçün çalışan Xədicə xanım onu xəstəxanaya aparmır. Cadu piti ilə sağalacağına inanaraq cindarları, mollaları evinə dəvət edir. Qadın nə qədər sevsə belə, nə qədər oğlunu sevsə belə avamlığı onun oğluna kömək etməsinə mane olur. Mirzə Fətəli Axundovun da Monsieur Jordan və Dərviş Məstərşah əsərində Şəhrabanı xanım Kürəkəni Şahbaz bəyin xaricdə təhsil almasına qarşı çıxır. Amma o demək deyil ki, onu sevmir. Ona görə də müxtəlif üsullara əl atır. Cadugar Məstəli Şahı evinə dəvət edir. Yəni, hər iki qadının savadsızlığı, avamlığı, cahilliyi onların asılı olan gənclərin nicatına mane olur. Hər iki əsər fərqli mühitlərə, fərqli zamanlarda yazılmışdır. Buna baxmayaraq, hər ikisinin tənqid hədəfi nədir? Cəhalət və gerilik. Bu onu göstərir ki, zamandan və məkandan asılı olmayaraq, bəşəriyyətin inkişafına mane olan, onu geri salan ənənələrlə çərçivələnməyə yönələn hər şey ifşa olunmalıdır. İstifadə olunmuş ədəbiyyat siyahısı. Hansı ədəbiyyatlardan istifadə eləmişik? Cövdət Atmacanın Diaqnoz və Mirzə Fətəli Axundovun Monsieur Jordan Dərviş Məstərşah ədəbiyyat 11-ci sinifdə. Məruzənin müəllifi kimdir? Əliyevi Ağca. Bu hardandır? Şəmkir rayonu Çınarlı kəndi, hətta elektron ünvanında qeyd olunur. Ümumi qeydlər, rəsmi sənədlər, deməli, burada ümumi qeydlərə də baxaq biz. Deməli, məruzəni də bitirdik və ümumi qeydlərə baxaq ki, rəsmi sənədlər hansılardır? Konstitusiya, qanun, məcəllə, fərman, əmir. Rəsmi sənədlərin xüsusiyyətləri nələrdir? Onlar xüsusi mütəxəssislər tərəfindən hazırlanır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur, qəbul olunur. Rəsmi sənədlər tarixi əhəmiyyət daşıyır. Bəndlər var orada, quruluşuna görə bölmələr və rəsmi sənəddə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalığı, aydınlığı, hüquqi əsaslığına diqqət olunur. Rəsmi sənədlər dövlət və ya hökumət təşkilatının tərkib etdiyi xüsusi qaydada rəsmi şəxsin möhürü, imzası ilə təsdiq olunan sənədlərdir. Dövlətlərarası və dövlət daxili münasibətlər də bu sənədlərlə tənzimlənir. İşgüzar sənədlər biz özümüzdə yaza bilərik. Tərcümeyi haldır, reklamdır, ərizədir, aktdır, bildirişdir, vəkalətnamədir, digər adı etibarnamədir, elan arayış. Bax, bugün izah elədiklərimdən. İşgüzar sənədləri, xüsusiyyətləri nədir? Xüsusi dövlət əhəmiyyəti daşımırlar bunlar, rəsmi sənədlərdən fərqli olaraq. Həcmcə rəsmi sənədlərdən kiçikdirlər. Hər bir şəxs özü də hazırlaya bilər. Yazmaq üçün çox vaxt hazır formalar, şablonlar var. Aktın öz yazılma forması var, ərizənin, protokolun. Sənədlər hər hansı bir məsələ ilə bağlı tərtib edilir. Akt və protokol həm işgüzar sənəd sayılır, həm də rəsmi sənəd. Əgər dövlətlər arasıdırsa bu akt və protokol, bu rəsmi sənəddir. Sonunda
İki şəxsin imzası olan əməli yazılar isə protokol və xasiyyətnamədir ki, hər ikisində iki şəxsin imzası olur. Bu qədər. Əziz müdavimlər, hər birinizə təşəkkür edirəm. İnanıram ki, sizin üçün faydalı oldu. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Hər birinizə uğurlar.